Bugünün en aktual mevzularından biri informasiya cemiyetinde informasiya olan ihtiyacın aktuallığıdır. Elbette internet əsri bugünün demək olar kaçılmaz gerçeğidir. Biz bu əsrdə artık cemiyetimizin daha inkişaf etmiş, daha informasiyalı olması günün tələb təklifinə çevrilmiştir. İnsanlar ac qala bilər, susuz qala bilər, sanki informasiyasız qala bilmir. İnformasiya qida vəzi sanki yeyilir. Belə də biz gözümüzü açanda bugün artıq informasiyanı emal etməklə məşğuluq. Onun bolluğu yaşanır. Ağıllı platformalar, geniş internet virtual məkanı artıq uçsuz bucaqsızdır. Belə bir ünvanda, belə bir informasiya dəryasında informasiyanı emal etmək, vaxtla əlaqələndirmək ən aktual, ən mühüm məsələlərə çevrilib. Belə də informasiya, bəli, tez köynələn, həm strateji, həm də ki, ən bahalı bir əmtəədir eyni zamanda. Biz insanlar ağıllı bugün şəbəkələrin imkanlarından faydalanmaq, onu düzgün istifadə etmək, onu real vaxt rejimində emal etmək, eyni zamanda bəhrəli şəkildə demək yönəltməyi qarşımız əsas vəzifə kimi qoyur. Biz bununla bərabər informasiyanın həm gündəmdə olması, həm informasiyalı olmaq, həm onu ağıllı emal etmək, yönləndirmək, mübadilə etmək zərurəti də günün qaçılmaz məsələsidir. Bu da öz növbəsində vaxtın düzgün istifadə olunması ilə, onun səmərəli dəyərləndirməsi ilə vaxt menecmentinə, vaxt idarə olunmasını gündəm etmişdir. Biz ağıllı vaxtda, real zamanda informasiyanı maraqlı və mənalı şəkildə dəyərləndirmemiz üçün həm vaxtı, həm informasiya çeşidini, həm onların düzgün istifadəsini demək zəruri şəkildə mənimsəməliyik.